İran Xarici İşlər Naziri Doktor Ərakçi niyə Türkiyə səfər etdi? İran geri çəkilib müzakirələr üçün təlaş edir, yoxsa həqiqət tam başqadır? Bulaq TV-nin əziz izləyiciləri, salamün aleykum. Üzrə podkastında bir daha sizlərə xoş gördük. Bugün bu sualları və İran-ABŞ qarşıdurmasının son vəziyyəti haqqında söhbət edəcəyik. Mən də öz növbəmdə hər birinizi salamlayıram, xoş gördük sizləri. Dünən və bugün medialarda çoxlu yayındı və çoxlarının diqqətini özünə cəlb etdi ki, İran Xarici İşlər Naziri Doktor Ərakçi Türkiyəyə səfər etdi. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdü və Amerika ilə bu son qarşıdurmalar və gərginlik haqqında söhbətlər oldu. İndi bəzilər deyirlər ki, İran qorxdu, geri çəkildi. İran Türkiyəyə yalvarır, hətta iddiasını sürürlər ki, Türkiyəyə yalvarır ki, bir yol tap və bu müharibənin qarşısını al. Azərbaycan mediasında belə ünvanlanır. Öz fikirləri bu haqda deyərsən, mən də öz qeydlərimi əlavə edəcəm. Bəli, bunları yaxşı təhlil edə bilmək üçün, məsələn, çox güclü təhlilə ehtiyac yoxdur, görünür dünyada. İndiyə qədər, məxsusən Tufanul Əqsadan üzü bu tərəfə baş verən proseslərdə hansı ölkənin hansı mövqedə olduğu, həm siyasi, həm iqtisadi, həm hərbi baxımdan məlumdur dünyaya. Amma mümkündür, sən buyurduğun kimi, yəni mümkündür ki, bəziləri çaşa bilər fikrində bu mediaların xəbərlərinə görə. Bir-iki xırda gərək bir neçə cümlə müqəddimə deyək. Birincisi, keçən podkastda da mən izləyicilər də bilər, yadındadırsa bir məsələyə haşiyə ayırdım. Dedim ki, medialardan öz xeyrimizə, xalqımıza mən müraciət elədim, dedim, öz xeyrimizə görə, xalqın öz xeyrinə görə medialarla çox ehtiyatlı davranmaq lazımdır. Ən azı aqil insan, demirəm tərəf tutsun, qulaq assın. Ya əgər görürsə ki, bu medialar çox qarışıqdır və fikirlərini yayındıra bilir, istəyir İran olsun, istəyir Türkiyəyə qarşı olsun, istəyir hər kəsə qarşı olsun, hər kəsin də tərəfdar olur. Ya çox qulaq asmamalıdır bu medialara, ya da əgər özündə bu potensialı görürsə, neytral halda hər tərəfə qulaq asmalıdır. Hər bir, məsələn, bizim kimi medialar var, digər medialar var. Qulaq asıb vəziyyətə uyğun nəticə çıxartmalıdır. Elə olsa, yəni həyəcanla qarışıq nəticə çıxartmasa, hər nəticə çıxartsa, doğru da həqiqətin özü də olmasa, həqiqətə çox yaxın nəticələr onun əlinə gələ bilər. Bu bir. İkincisi, bu medialar ki, Azərbaycanda bəzi medialar, mən özüm də görürəm, sosial platformalar dolub daşır, ay filan kəs qorxdu, ay filan kəs gizləndi, qaçdı. Sadəcə bir cavab var. Müqəddimə olaraq deyim ki, inşallah davam eləsin, sən davam eləsin, eləyərsən. Hansı Türkiyə mediası ki bunu deyir, hansı xalqı ilə işim yoxdur, Türkiyə xalqı bizim qardaşlarımız, amma hansı Türkiyə hakimiyyətindən danışırlar ki, o Türkiyə hakimiyyəti ki, Ərdoğan məsələn orada hakimiyyətdədir, o Türkiyə hakimiyyətinə İran sığınmağa məcbur olub ki, 2016-cı ildəki hadisələr hələ də unudulmayıb və bütün dünya gördü ki, orada sui-qəsd planı planlaşdırıldı, darbə deyirlər. O darbənin nəticəsində İran tərəfindən xilas edilən ki, o darbəni də Amerikanın, Türkiyənin üzvü olduğu NATO-nun mərkəzi olan Amerikanın maliyyələşdirdiyi digər bir qolu Ərdoğan qoluna qarşı çıxartmışdı. Onların xasiyyəti odur. Yəni, Amerika bir qolu ilə o biri qoluna qarşı bir darbə sui-qəsd çıxartmışdı. O Türkiyə hökumətinə indi Amerikanın bazalarını 2-ci Dünya müharibəsindən bu tərəfə Rusiya, Çin də daxil olmaqla birbaşa Amerikanın öz yeri sayılır da, torpağı sayılır. Səfirliyidir, bazasıdır. O bazaları İrandan qeyri vuran olmayıb. Həmin İran, Amerikanın bazalarını təkcə yeganə vuran ölkə olan İran, Amerikanın sui-qəsdindən xilas etdiyi Türkiyə hökumətinə
pənahmı aparır ki, bizi xilas elə. Bunu biraz məntiq üzərində gərək düşünək. Mən demirəm yenə də kimsə tərəf tutsun, düşünsün. Bir desin, Türkiyənin tərəfindəyəm, emosional olsun. Bir desin, yox, İran tərəfindəyəm, eşq olsun İrana. Xeyr. Sadəcə iki dənə dövlətdir. Biri ikisi bir eqridir. Biri bu mövqeydədir, şəraiti budur. Birinin də şəraiti budur. Bu birinci məsələ. İkinci məsələ, necə İran cənab Ərakçı ora gedib ki, iltimas eləsin filan. 12 günlük müharibədən 6-7 ayda da cəmi keçir. Nətəz unutduq. John Mearsheimer'dən tut. Amerikanın bütün ekspertləri, Türkiyənin də hətta bəzi neytral ekspertləri. Azərbaycanda da mən bir-ikisini görmüşəm. Bu yaxınlarda bəzi platformalarda görmüşəm. İnsafla danışırlar, neytral baxır məsələ. İsrailin, mən bugün indi bəzi faktları deyəcəm, İsrailli mən bugün baxmışam, yüksək rütbəli generalı danışır. Bunlar hamısı bir şeyə təsdiq eləyir. 12 gündən bir 3-4 gün çox çəksəydi, İsrail deyə bir şey yox idi. Və biz bunu da təsdiq eləyirlər ki, İsrail deyildi. Həmin o general dediyimdir deyəcək. General bunu boynuna alır ki, qardaş, İsrail deyildi ha. İnanılmaz kütləvi silahlar gətirmişdi. Amerika idi döyüşən. İsrail əli ilə döyüşürdü, amma Amerika idi döyüşən. Bunu boyunlarına alırlar. İkincisi də nə deyirlər? Deyirlər ki, hətta İran rəsmiləri də bunu da bütün dünya deyir, İran da deyir, da təsdiq edir ki, döyüşün təqribən 5-ci, 6-cı günündən ta 12-ci gününə qədər Norveç, Qətər, Oman, müxtəlif Avropa ölkələri və məxsusən Ərəb ölkələri vasitəsilə hər gün onlarla dəfə Netanyahu Trumpa deyir, Trump da bu ölkələrin vasitəsilə bu 7 gün ərzində ta son günə qədər iltimas eləyirlər İrana ki, bəsdi vurma. İndi 6 ay keçib və dediyim o general da deyir, İsrailli general ki, İsrail dala gedib, İran qabağa gedib. Ha? Necə olur? Bu hansı məntəqə sıxır ki? Döyüşdə qalib gələn tərəf gedir, iltimas eləyir ki, xahiş edirəm ona deyim. Məsələn, 2 nəfər döyüşür, biri o birisini nakauta salıb. Daha gicəllənir də bu. Gedib ortada məsələn hakimə, döyüş idarə eləyənə deyir ki, sən Allah denən oturaq müzakirə eləyək, məni vurmasın. Hansı məntəqə sığır? Və əlbəttə cənab Ərakçının da bunun sanki bu hadisələri görürdülər onlar əvvəlcə. Cənab Ərakçı sözcüsü Bəqai İranda, Tehranda bir toplantıda dedi və özü də ora getməmişdən ya gedəndən sonra təzə getmişdi ya getməmişdən öncə müsahibə verdi. Dedi, müzakirə filan söhbəti deyil. Sadəcə qonşularımızdır. İndi sən özün toxunarsan qəşəng ki, 12 gündən öncə də son ultimatumlarını verməyə getmişdi cənab Ərakçı. Tək də Türkiyə yox, bütün qonşu ölkələrə ki, yəni biz sizi ilə dostuq, amma amması da var da. Çox sağ ol. Neçə qeyd söz və qüvvət deyəcəm. Çox gözəl, ətraflı izah elədin. Birincisi, doktor Ərakçının Türkiyə getməyi burada heç qeyri-adi bir hadisə deyil. İran və Türkiyə düzgün və yaxşı əlaqələri var və olmalıdır da iki müsəlman güclü dövlət. Gərək də sıx əlaqələri olsun. Hətta görürük ki, 12 günlük müharibənin özündə də Avropalılar İranla müzakirə etmək istəyəndə Türkiyədəki İran konsulluğunda toplaşdılar və Türkiyə Xarici İşlər Naziri İranlara qarşılandı ki, öz evinizdəsiz. Burada öz evinizdə kimi hiss edin. Sıx əlaqələri var. Bir neçə müddət bundan öncə Hakan Fidan da İrana gəlmişdi. Və yəni normal bir hadisədir ki, bu iki müsəlman güc ölkə gərək bir-birlə əlaqələri olsun, gəlgitləri olsun. Bəli, bunu çox gözəl vurğuladın ki, gərəkdir. Biz də elə illərdir çalışırıq ki, qardaş, məsələn, Türkiyə hakimiyyətinə biz iradlar tutanda, indiyə qədər irad tuturuq, tənqid edirik. Hətta İranın öz hakimiyyətində də zəif qüvvələr, zəif iş görəndə, müsəlmanlara zərər olan iş görəndə irad tuturuq. Bu, elə bayaq dediyim, sən dediyin kimi, daha sıx qardaş kimi yaşamalıdır. Məxsusən xalqlar bunu dərk eləməlidir ki, dərk eləyirlər, yavaş-yavaş dalğa çoxalır, əlhəmdülillah. Və hakimiyyətlər də bunu daha yaxınlaşdırmalıdır. Elə bayaq mən dediyim sözün həqiqətən qüvvətini vurğuladın ki, bəli, İran əgər
Türkiyə ilə münasibətlərin yaxşı olmasını istəməsəydi, bayaq dediyim bu darbə, sui-qəsd məsələsində İran deyərdi ki, mənə nə dəxli var? Belə də mənə nə, bir ruhiyyə var, bizdə istəyirlər formalaşdırsın. Mənə nə, qonşumun evi yanır. Axı, birinci qonşunla sənin bağların var. Qonşuluq bağı, müsəlmanlıq bağı, gediş-gəliş var. Elə təkcə bu deyil ki. İkincisi də ağıl nə deyir? İndi Türkiyə nə bəyanat verir? Deyir ki, qardaş, İranda bəzi Türkiyənin ekspertlərinə bax, siyasi ekspertləri, mən bu gün birini gördüm, qəşəng izah verirdi. Deyir, qardaş, İran ortadan getsə bu məntəqədə, Türkiyə ikinci növbədədir. Onun arxası Türkiyədir, ha. Çünki onlar bilir, nə qədər də hansısa hakimiyyətlər gəlib Türkiyədə, məsələn, Amerika ilə bir işləsə də, Amerikanın bəzi maraqlarını təmin eləsə də, amma Türkiyə xalqı və bəzi siyasi ekspertlər oyaq baxır məsələyə ki, qardaş, belə deyil. Amerika nə Türkiyənin, nə İranın, nə İraqın, nə də digər müsəlman ölkələrinin, Azərbaycanın, o birisinin qaşına gözünə aşıqı deyil. İşlədəcəklər və Türkiyə ilə İranı məxsusi böyük təhlükə görürlər burada. Bəli, çox gözəl və əslən tutaq ki, bəli, gedib doktor Ərakçı ilə bu qarşı durmaya söhbət etsin, yəni buna qarşı. Normal bir hadisədir, gərginlik var. Yəni bu ölkənin ətrafında, ABŞ gəlib, bazalarında, sularda bu ölkə qarşı təhdid irəli sürür. Təbiidir ki, bunlar gedib qonşu və ətraf ölkələrlə müzakirə etməlidirlər, öz sözlərini çatdırmalıdırlar və bu diplomasiyanın bir ölkədə və bir ölkənin diplomasiya qurumunun normal bir gedişatıdır ki, etməlidir. Növbəti, baxaq görək ki, niyə bu qədər Türkiyə israrlıdır ki, bu qarşı duruma baş verməsin? Biz bir də qeydə əlavə edim. İran 12 günlük savaşdan öncə də, 12 günlük savaşdan sonra da istər açıq şəkildə medialarda, istər gizli şəkildə bütün ətrafdakı ölkələrə, istər yazılı şəkildə, istər doktor Ərakçı ya digər yüksək rütbəli vəzifəli şəxslər çatdırıblar ki, hər hansı bir ərazidən bizə qarşı hücum olsa, biz də o ərazini hədəf almağı özümüzə haqq bilirik. Bəli. Və Türkiyə bunu bilir. Baxır ki, bu senariyonu nəzərə alır Türkiyə ki, yaxın günlərdə qarşıdurma başlayacaq və NATO ölkəsi, Amerikanın bazası var. Oradan zərbə dəyəcək. İran vuracaq. Necə ki, Əl-Üdeydi vurdu Qətərdə. Amerikanlar yalvarırdılar ki, İraqdakı bazalardan birini vur. Getdi, Əl-Üdeydi vurdu. Niyə? Qətər İranın sanksiyaları keçməkdə, aşıtmaqda kömək edən ən böyük qonşu ölkələrdən biridir. Və İranla ərəb ölkələrin içində deyə bilərik ki, ən yaxşı münasibəti olan ölkədə Qətər idi. İran qəsdən Əl-Üdeydi vurdu. Yəni, mənim bu qırmızı xəttimdə heç kəsdən çəkinəcəyim yoxdur. Qətər mənlə ən sıx əlaqəsi olanda Qətəri vuracam. Qətərdəki Amerikanın bazasını vuracam daha doğrusu. Və Türkiyə bilir ki, əgər bu qarşı duruma başlasa, Amerika Türkiyə ərazisindən İrana qarşı hücum edəcək və İran da o zərbənin cavabını vuracaq. Amerikanın bazalarını Türkiyənin daxilində vuracaq. İndi tutaq ki, bu hadisə baş verib. Amerikanın torpağıdır, Amerikanın bazasıdır, hər nəsə bu Türkiyəyə qarşı bir raket hücumu olub və bütün dünya bunu görüb. İndi iki yolu var. Ya susmalıdır, biabırçılıqdır, bir iddia edir ki, mən güclü ölkəyəm, mən beləyəm və dövlətin təbii ki. Yəni, cənab Ərdoğanın görürük ki, bu qədər iddiaları var, bu qədər özünü güclü bir ölkə sanır. Sənin ölkəyə raket dəydi və sən cavab vermədin. Bu bir biabırçılıq. Cavab versə nə olur? Türkiyə bir müsəlman ölkəyə, hansı ki İsrail və ABŞ-la mübarizə aparır, hücum edib. Türkiyə xalqı, yəni Türkiyə xalqının hal-hazırda düşüncəsi nədir? Antisiyonizm, anti-imperializm bir düşüncə var da hal-hazırda Türkiyədə. Türkiyə xalqı nə deyəcək dövlətinə? Deyəcək, sənin qeyrətin hara gedib, sənin hakimiyyətin qınayacaq Türkiyə xalqı ki, bir ölkə durub imperializmə qarşı, siyonizmə qarşı mübarizə aparır. Sən isə gedib ona qarşı zərbə vursan. Sən hansı tərəfdəsən? Sən ona gəl kömək edəsən, sən onu dəstəkləməlisən. Necə ki 12 günlük müharibədə gördük necədirlər. Necə ki
2 illik Qəzzədə gördüyü şey Türkiyə xalqı necə özlərini, öz şücaətlərini və öz qeyrətlərini göstərdilər. Türkiyə bu günləri görür ki, əgər bu müharibə baş versə, bu günləri görür. Ona görə də ən yaxşı variant nədir Türkiyə üçün? Ən sağlamı budur ki, elə burada da qarşısını alsın. Ona görədir. Yəni elə deyil ki, biz elə başa düşməyək ki, İran gedib Türkiyədən istəyir ki, Amerika ilə danışıqlara başlasın. Bu əksinə Türkiyədir ki, bu ortada çalışır. Bu iki gücü bir masaya gətirib qarşıdurmanı müzakirə ilə həll etsin. Türkiyənin rəğbəti var dediyimiz səbəbə görə. İndi kimsə əgər elə bilirsə ki, İran gedib və yalvarır, bu artıq onun cılız ağlının, onun olmayan məntiqinin təhlilidir ki, istəyir xalqa yürütsün bunu. Yoxsa biz diqqət eləyək doktor Ərakçinin, ya doktor Laricaninin, ya İranın digər rəsmilərinin söhbətlərini. 12 günlük müharibə başlayanda biz müzakirədə idik, bizi vurdular. Əgər bundan sonra müzakirə olacaqsa, bir, bizə təzminat verilməlidir ki, bu müzakirələr əsnasında bizə heç bir hücum olmayacaq. Bunun da nə üçün deyirlər? Bu təzminat o deməkdir ki, ABŞ-ı məhkum etməkdir. Ki, müzakirələr ortasında mənə savaş açsın. ABŞ ona görə getmir bu təzminata. İkincisi, biz heç bir məsələ uğrunda sizlə söhbət etməyəcəyik. Biz yalnız və yalnız uran zənginləşdirilməsinin hansı dərəcədə olmağından danışacaq. Yəni onu da sıfıra çatdırmaq yox. Hansı dərəcədə hələ də o sözü deyir. Türkiyədə də o sözü dedi. Hətta doktor Ərakçı kəlmə-kəlmə bunu dedi. Lazım olsa daha güclü və daha çox raketlər istehsal edəcək. Və indi məsəl üçün o Türkiyə xalqının məsələsini ki, mən dedim, bir qeyd də əlavə edim. Türkiyə xalqı bunu artıq bilir. İranın bütün problemi nədir? ABŞ-la. Bütün problem bundadır ki, İsraili algoritmaya uyğun mən onu şey deməyəcəm ki, platforma çox da çətin tutmasın. İsraillə düşmənçiliyi aradan apar. Xatəmi prezident olanda İranda təxminən 20 il bundan öncə imzalanmış bir kağız kimi təklif olundu ki, bloklanmış pullarınızı azad edirik. Sanksiyalara bütün götürürük. Dünya iqtisadi ilə sizə məsəl üçün üzləşdiririk. Sizin üçün lazım olan hər hansı bir istəyinizi yerinə yetiririk. Siz demirik müqavimət cəbhəsindən əl çəkin. Demirik onlara, gizli də olsa onlara köməyinizi verin. Bir dənə doktorinazda o torpağı məhv eləməyi silin. Bir dənə bunu silin, biz artıq dünya deyək ki, qutardı. Yəni İranın düşmənçiliyi qutardı. Qoyun İsraillər özləri üçün həyatını yaşasınlar. İstədiyinizi sizə verəcəm. Hansı? İran da deyir ki, yox. Mən o torpaqları öz sahiblərinə qaytarmalıyam. Hansı torpaqları müsəlmanların yaşadığı, hansı müsəlmanların əhli sünnətin. İran nə işi var? Şiə bir ölkədir, belə baxanda. Nə işi var ki, əhli sünnətin torpağını azad etmək istəyir? Xalq bunu öz dövlətinə tələb edəcək ki, iddia edirsən ki, vaxtilə Osmanlı ərazisi olub Fələstin. Bəs indi İran həmən o əhli sünnətin, həmən o Osmanlı olan vaxtilə, Osmanlı olan ərazinin azadlığı uğrunda çalışır və illərdir sanksiyalara və bütün təzyiqlərə dözür. Sən gəlib həmən ölkəyə qarşı atəş atsan. Türkiyənin hökuməti. Və ona görə də ki, yəni Türkiyənin başqa şansı yoxdur. Yəni gərək bu müharibə baş vermədən bunu qutarsın. Əgər bu haqda bir qeydin varsa buyur, yoxsa növbəti keçəcək. Qeyd, sadəcə bir qeyd, bir cümlə. O da ki, budur ki, bəli, cənab Ərakçı burada qatiyyətlə, bilirsən, medialar yenə də deyirəm də, çox xəbəri, o istədikləri xəbər burulğanında cəmaatı boğurlar. Arada həqiqətdən bir tikə göstərirlər, o da görünmür. Bilirlər, neyinirlər. Amma sən dediyin bu qatiyyətlə qəti şəkildə cənab Ərakçının oradakı mövqeyin deməzlər belə, burulğan eləməzlər. İkincisi də ki, cənab Ərakçı bayaq dedim də, getməmişdən nəyə getdiyini dedi və hətta bir sözlə dedi. Dedi, Hakan Fidan bir neçə müddət öncə gəlmişdi Tehrana məsləhətləşmələrə. Biz də bu səfər ona cavab olaraq o tərəfə Türkiyə səfərdir. Biz qonşuyuq da təbiidir, iki dənə böyük qüdrətik məntəqədə, böyük müsəlman ölkəyik, qonşuyuq. Bunun getməyi o birisinə zərərdir, o birisinin getməyi bu birisinə zərərdir. Hansı həqiqətən də zərbə görsə, o birisinə də dəyəcək zərbəsi. Mən xüsusən də bu bölgədə
ki, Suriya və İraqda da məsələn ehtimal var, yenə qarşılıqlı salsınlar, istəsinlər ən azından. Türkiyə yuxarıda, İran bu tərəfdə, ortalarında Suriya, İraq kimi ideoloji baxanda apokaliptik, yəni axır zaman hadisələrinin mərkəzi olan məntəqədədirlər bunlar ikisi də. İkisi də onun ətrafındadırlar. Orada olan zərbələr ikisinə də dəyə bilir. İkisinin də mövqeyi orada təsir göstərə bilir. Bu təbiidir. Yəni bunlar bir-birinə məsləhət aparmaları təbiidir. Bir də bu məsələdə qeyd etmək istəyirəm. İran əgər yalvarmaq məsələsi olsa, da Türkiyə necədir? İranın Rusiya və Çin kimi strateji müttəfiqləri var. Onların yanına gedər. Bəli, iki dənə şərq blokunun gücləridirlər bunlar. Yəni Çin, ABŞ-ın ən çox qorxduğu Rusiya, ABŞ-ın tarixi düşməni və hesab apardığı bir ölkə. Bunların yanına gedər. Türkiyənin hansı bir rolu var? Türkiyə dünya siyasətində, dünya qərarlarında hansı bir rol oynayır? Sadəcə özün, yəni fəxrlə deyir ki, mən həm şərqi qoruyuram, həm qərbi. Gedər şərqin yanına da. Yalvarmaq olsa gedər şərqin yanına. Hansı şərq? O şərq ki, hal-hazırda İrana bu qarşıdurmada necə lazımdır köməklərini edirlər və borclarıdır da eləməlidirlər. Yəni Çinlə Rusiya borclarıdır ki, İrana bu qarşıdurmada əllərindən gələni etsinlər. Əllərindən gələni etməlilərin birincisi nədir? Washington Post'un yazdığına görə bu Lincoln Abraham təyyardaşıyan gəmisi İrana yaxın gələndə, yəni Ərəb dənizi sularına yaxınlaşmamışdan bir həftə öncə bütün GPS-lərini və koordinatını bildirən bütün aparatlarını söndürdü ki, İranın o kəşfiyyat və hərbi qurumlarından gizli qalsın mövqeyi. Və çatan kimi, yəni mövqeyin çatan kimi Çin öz Pekindən koordinatını verdi İrana. Ki, buyur buradadır və də hal-hazırda bütün informasiyaları verir və deyilənlərə görə də İran, Çin və Rusiya Hürmüz boğazında və Ədən dənizində hərbi manevr və parad keçirməsinlər. Bu haqda qeydləri deyəsən, mən də inşallah ardını gətirirəm. Cənab Larijani, Əli Laricaninin dünən idi Azərbaycan Rusiya səfəri və bir çoxları üçün gözlənilməz oldu. Əlbəttə, bütün dünya arenasının gözü getdi ora. Təbii olaraq, baxın, Amerikanın qarşısında 3 qütb, bu 3 qütbün arasında bir-biri ilə ikili ya üçlü belə bu aralarda məxsusən əlaqələr və niyə görə əhəmiyyət kəsb edir və sən dediyin bu təlimlər, ehtimal verilən təlimlərlə əlaqəsi ola bilər. Hətta heç təlim olsa da olmasa da böyük əhəmiyyət kəsb edir. Amma indi bu xəbərlərin də çıxması daha artırır əhəmiyyətini. Çünki bax, bir məsələ var burada. Larijani 12 günlük müharibədə, ümumiyyətlə 12 günlük müharibədə hamı bilir ki, Ali Baş Komandan, Ali məqamlı rəhbərdir. Və müharibəni İnqilab Keşikçiləri Korpusunun bütün baş generalları da hamısı dedi ki, birbaşa rəhbər idarə edirdi və bu rəhbərə bağlı olan bir orqan birbaşa Milli Təhlükəsizlik Şurasıdır ki, İranda. Laricanını gətdi qoydu ora rəhbər. Rəhbər onu baş katibi təyin elədi. Və iki, həmin Təhlükəsizlik Şurasında rəhbər onun rəis təyin eləməyindən əlavə özünün məxsusi nümayəndəsi elədi orada, bu 2. 3, rəhbərin dəsturu ilə İranın həmin bu ərəfələrdə, 12 günlük müharibə ərəfəsində İranın müdafiə doktrinası dəyişildi və Müdafiə Şurası demək olar ki, yaradılmamışdı. Zəmzəmələr idi, amma tamamilə yaradıldı və orada da Əli Larijaniyə rol verdi, əsas rolu. Yəni, Əli Larijani ən azı 3 baxımdan, təhlükəsizlik və müdafiə baxımından rəhbərin bir sağ qolu kimi bir insandır ki, ikinci maraqlı məqam, xəbərlərdə dedilər bunu, göstərdilər ki, İranın prezidenti daşıyan təyyarəsi ilə getdi ora. Özdə, üçüncüsü də təhlükəsizlik orqanının işçisidir. Gərək, məsələn, sadəcə təhlükəsizlik orqanları ilə görüşərdi. Uzağı, məsələn, Müdafiə Şurası filan. Deyilənə görə Putinlə də görüşdü. Verməyiblər çölə detallarını, amma görüşüb. Bu faktlar ki, var ortada, ən azı bilməsək də detalları nədir və qarşı tərəf bilməsə də detalları nədir, qarşı tərəfi çox böyük narahatçılığı doğurur. Nə məsələdir? Elə bunun ilk nəticəsi bir neçə saat keçmədi,
4 dənə böyük nəhəng Rusiyadan yenə təyyarələr endi, hərbi yük daşıyan təyyarələr gəldi Tehrana, yəni İrana gəldi. Və bu dediyim o təlimlər ki, xəbərlərə çıxır və ehtimal verilir ki, böyük ehtimalla bunlar təlim keçirə və indi özün toxunarsan da bu Sentkam məsələsi. Mən dedim Larijani Sentkamı narahat edib. Sən deyərsən görək bu təlimlər Sentkamı narahat eləyirmi, ya eləyibsə necə narahat eləyir? Təlimlər haqqında deyilənlərə görə Çin, Rusiya, İran üçü birlikdə olacaq. Amma tam mötəbər bir açıqlama rəsmi şəkildə bu üç dövlətdən hələ ki, yəni deyilməyib, amma Əl-Ərəbiyyə kanalı yazırdı ki, bu təlimlərdə bu üç gücün birinə bir güllə belə atılsa, 3-cü Dünya Savaşının başlanğıcı elə orada da yazılacaq. Və görürük ki, bütün xəbər agentlikləri bu təlimdən danışırlar. İndi Çinlə Rusiyanın iştirakı olacaq yoxsa yox, 2 günə bilinəcək. Amma Keşikçilər Korpusunun təlimi %100-dür və bu baş verəcək. Necə ki, həmişə, daima inqilabdan bəri İmam Xümeyni, Allah onu rəhmət eləsin, bu təməli qrubu günə kimi İran İslam Respublikasının doktrinası nə şərq, nə qərb İslam Respublikası olur. Yəni, onlar olsalar da, olmasalar da İran İslam Respublikası özü tək başına öz düşmənlərini əzməyə qadirdir. Necə ki, 12 günlük savaşda da bunu sübut etdi. Amma indi onların da olub-olmamaqları birinci növbədə onların borcu da olsunlar. Çinlə Rusiyanın. Amma olub-olmamaqları ola bilər ki, hansısa strateji bir qərar uğrunda olmasınlar ki, İranla olacaq. Yəni, İranla bu blokun gücü və birliyi və kifayət qədər var. Ki, onların gəlməməyindən, yəni, indidən deyil ki, əgər gəlməsələr, kimsə deməsin ki, Rusiya ilə İranın, ya Çin ilə İranın arası da idi bir-birinə, ya münasibətlər soyudu. Hətta ortaq qərarlar. Və ortaq qərar ola bilər, əgər olmasa. Lakin bu təlim, ya bu para, hərbi para nə üçün çox önəm daşıyır? Hürmüz boğazı haradır? 30 kilometr enində olan bir boğazdır. Dünya neftinin 20% buradan keçir və dünya iqtisadiyyatının neftdən əlavə ən önəmli 7 boğazından biridir. Və kimin əlindədir? Tam şəkildə İran İslam Respublikasının dəniz qüvvələrinin ixtiyarındadır. Və burada təlim keçirmək istəyirlər. Niyə? Biz ümumiyyətlə elə illərdir görürük ki, nə vaxt ABŞ-İran qarşı durması gündəmə gəlir, təbii ki, bu qədər ciddi olmamışdı heç vaxt, amma nə vaxt gündəmə gəlir, İran tərəfindən Hürmüz boğazının bağlanmağı iddiası olunur. Hal-hazırda qarşı tərəf elə zənn edir hesablamalarında ki, orada nəsə biz kontrol edib oranın bağlanmamağın qarşısını ala bilərik. Və Yəni bu da əvvəlkilər kimi deyil. Bəli, indi o amma necə ki, yəni bu məsələyə sən özün ətraflı bu podkastda izah etmişdin, yəni bunu demişdin ki, qərar deyil ki, klassik şəkildə min töksünlər. Orada bəli, ona görə bütün dünyaya bir mesaj çatdırmaq istəyir. 2 gün parad keçirdirəm, boğaz mənimdir, çıxışlara müəyyən miqdarda, müəyyən gəmilərə bu 2 gündə çıxış icazəsi verəcəm, giriş ümumiyyətlə icazəsi verməyəcəm gəmilərə. Məsələn göstərirəm. Bəli, məsələn göstərirəm. İndi bu 2 gündə neftin qiymətinin başına nələr gələcək, onu Allah bilir. Hələ indidən bahalaşma var. Bəli, 63 dollardan hal-hazırda qalxıb 72 dollara bu dəqiqə ki biz danışırıq, qalxır. Və Sentkam dünən görürük ki, bir qeydi deyim, sonra gəlim Sentkama. Avropa Birliyi çox təəssüf olsun ki, yanlış bir qərar nəticəsində Keşikçilər Korpusunu bir qurum kimi qələmə aldılar. Hansı ki, əvvəldən bu oldu. Yəni ki, Avropanın içinə daxil olmuşdu. Stadionlarınızda təhlükə yaradırdı, metrolarınızda, aeroportlarınızda sizə təhlükə yaradırdı. Bunu məhv edən bir qurumu, o dünyanı təhdid edən bir təhlükəli təhdidləri məhv edən qurumu siz adlandırırsınız və bu onu göstərir ki, Avropa öz gücünü və öz mifini itirib və Amerikanın necə nökər olduğunu göstərir. Və hal-hazırda da biz görürük ki, Sentkam dünəndən bəri başlayıb İrana bu parad haqqında mesajlar çatdırmağa. Sizin haqqınızdır.
Siz bu paradı keçirtməyə tam şəkildə, qanuni şəkildə haqqınız var. Amma dünya su qanunlarına əsasən, dünya su nəqliyyat qanunlarına əsasən gəmilərin keçmələrinə maneə törətməyin. Deyirlər ki, əgər bizə qarşı hər hansı bu təlimdə bizə qarşı bir ziyan olsa, biz buna dözməyəcəyik. Dözməsə indidən qoymada olsun. Və onu göstərir ki, artıq bu şou ki, bunlar yaradıblar İrana qarşı ki, biz müharibə edəcəyik, bununla da qutarır. Mən bir qeydi də əlavə edim. Dolların qiymətinin üzr istəyirəm, qızılın qiymətinin 18% enməsinə şahid olmuşuq. Bazarın reaksiyası. Bəziləri deyirlər ki, Rezerv Federalın müdiri Donald Trump tərəfindən dəyişildiyinə görədir. Açığı mən elə təhlil edirəm bu məsələni ki, bu qızılın qiymətinin düşməyi buna görədir ki, dünyada təbii ki, bazar həmişə siyasətçilərdən öndə gedir. Təhlükə olanda qiymətləri özləri idarə edirlər. Artıq dünya bazarı bu senaryo üzərində gedir ki, qarşıdurma olmayacaq. Amerikanın təhdidlərinin puça çıxmağını bazar nəzərə alıb bu senaryonu qabağa gedir ki, qızıl qiyməti düşür, yoxsa Rezerv Federalın müdirini 10 dəfə dəyişsin. Əgər həqiqətən həyəcan varsa, o qızılın qiymətinin düşməyi mümkün olmayacaq. Bu məsələ haqqında da qeydləri. Bəli, çox gözəl vurğuladın. Mən elə bilirəm kamil şəkildə. Mən üçün Sentkamın reaksiyasını səndən istəyirdim bilə ki, sənin təhlilin nədir? Belə deyim də kef elədim, həqiqi xoşuma gəldi. Allah razı olsun. Allah köməyin olsun. Amma sadəcə mənim qısaca bir əlavəm ola bilər burada. Biraz da düzdür, tərəf düşmən biz demişik, hiləgərdir. Həmişə o 1% da olsa qarşı tərəfin axmaqlıq, sözün həqiqi mənasında axmaqlıqdır ha, etsələr hücum. Özləri üçün axmaqlıqdır. İndi bizə də zərər dəyə bilər. Döyüşdür, hər iki tərəfə zərər dəyə bilər. Amma böyük ölçüdə mən keçən podkastda demişəm də istəmirəm genişləyəm. İstir iqtisadi, istir sosial baza, istir sən dediyin bu neft, qaz, qızıl filan. Bütün hərbi baxımdan böyük axmaqlıq olar, amma axmaqlığı 1% ehtimal tuturuq. Bəli, təbii də hazır olmaq lazımdır. Ola bilər eləsin. Real bizim təhlillərimiz və dünya, sən dediyin gözəl o bazarın irəli getməsi məsələsi də göstərir ki, yox. Ki bu o deyil, sadəcə İran mənə gülməli gələn, biraz gülməli deyəndə Allaha biz çox şükür eləməliyik ki, həqiqətən də biz bugün İslamın fəxrinin mərkəzindəyik. Bəziləri bunu bilməz, media propagandaları başlarına alırlar, amma çoxları var idi bilmirdi, indi başına döyürlər. Məsələn, Suriyanın xalqı bilmirdilər. 2 dəfə başlarına döyürlər. 2 dəfə səhv eləyiblər, 2-ci dəfədir bax, başlarına döyürlər. Vəziyyət xarabdır. Bəzi müsəlman ölkələr var idi. Bilmirdilər, amma gördülər. Çox şükür eləməliyik. Niyə görə deyirəm? Bugün baxıram, John Mearsheimer yenə bir çıxış eləyir. Amerikan universitetlərindən birinin professorudur və ekspertidir. Onun da təhlilinə baxıram ki, İran həm Amerikaya, həm İsrailə ki, bunlar birdir. Onların həmişə oynadıqları oyunlarını bu dəfə heç icazə vermir oynasın. Əvvəllər icazə verirdi, amma sonra bıça çıxardırdı. İndi heç icazə vermir. Elə qəribə, belə necə deyək, o şahmat oyununda gedişatlar olar. Bütün gedişat, rəqibin bütün gedişatlarını bağlayarsan. İndi oynaya bilməyənlər şaşqı deyəkdə, o şaşqı oynayırdı, o sadəsi, yumru daşlarına. Gedişatları, tərəfin gedişatlarını bağlayırsan, niyə? Məsələn, Amerikan bu gedişatlarını bağlayıb, Amerikan prestiji onsuz da düşür günü-gündən. İndi qayıtmalıdırsa da, gərək bir üstünlük imtiyaz götürə əvvəlkilər kimi qayıda, məsələn. O gedişatı da bağlayıb ki, sən o bayaq danışdığımız elə Ərakçı məsələsi bu iddə Türkiyədir. Ərakçının Türkiyədəki çıxışı mədəni dildən demək istəyirdi ki, biz yəni o deyil də artıq gəlmirik müzakirəyə. Sizi adam bilmirik rəhbərin təbirinin davamı olaraq. İndi Amerika qayıtmaq istəsə, dərd buradadır. 2 dənə nəsə atıb qayıtmaq istəsə geniş miqyaslıdır, bunu bilir. Atmayıb qayıtmaq istəsə, siyasi imtiyaz eləmək, almaq istəyir müzakirə adı altında. Orada da vəziyyət xarabdır. Orada da heç bir imtiyaz bunlara verilmir.
və şərtləri də iki əllərinin arxasıcan vururlar arxaya İran tərəf. Bunlar burada bu sıxılıb. Bir tərəfdən də həmin o John Mearsheimer bu günləri baxıram, İsrailin vəziyyəti. Yenə təkrar edir, deyir ki, bir çoxları, bəziləri deyir, indi İsrailin mediaları şişirtmək istəyənlər, ki 12 günlükdə biraz bir şişirdirdilər, İsrail güya ki çox zərbə almayıb falan. Azərbaycan da medialarında bəzilərini görsən çıxardılar, heç nə olmayıb. Heç nə, sadəcə bir həftə dəli olmuşdular. Qarşı tərəf qələbə qazanırdı İsrail. Amma həmin qələbə qazananlar bütün dünya dedi ki, 7 gün dalvada durmadan yalvardı ki, atəşkəs elə, qələbə qazanan. Mearsheimer deyir, nə xəyal görürsünüz? 12 gün sizin bəxtiniz gətirdi ki, 12 gün çəkdi. 12 gündən biraz artıq olsaydı, çünki bəzi şiddətli senzuralara rəğmən biz o vaxt 12 günlükdə də fəaliyyət göstərirdik, müxtəlif bizim kanallar fəaliyyət göstərdi, xəbərlər də var idi. Senzuraya rəğmən çıxdı bunun xəbərləri. Sonra Əl-Məyadinin adı qovdu, İsrail Əl-Cəzirənin adı çıxartdı ki, Təl-Əviv 12 gündə Təl-Əviv 1/3, hələ bəlkə də onu da senzura eləmişdi, bilməm, amma dedilər də 1/3 tamamilə yarasız hala düşmüşdü. Mearsheimer deyir, bu dəfə 500 dənə atmışdı, 570 neçə dənə, 600 yaxın. Deyir, əfsanə danışmayın cəmaata. 12 gündən biraz çox çəkdi, İsrail yox idi. Və indi də İranda heç nə dəyişməyib. Əksinə, bu Əraqçının sən bəxş sözünü dedin, daha güclü raketlər, o da onu deyir. Raket, PUA istehsalı, qardaş, inkubatorda, belə deyək də bizim yumurta o qədər çıxmır. Burada bu raket, PUA istehsalı. İkincisi, deyir, Çinlə Rusiya məsələsi, bu sən dedin, müttəfiqlik. Çinlə Rusiyada daşıyır. GPS-dən əlavə daşıyır. Bəli, o ağır silah daşıyır. Ay sağ ol. Amma sən İsrail nə gündəsən deyir? İndi həmin vəziyyət İsrail üçün daha pisdir. Netanyahu, mən belə gələn podkastda buna daha geniş toxunarıq. Jeffrey məsələsini arada yenə dünən atdılar, çıxartdılar. Atdılar, çıxartdılar. Sanki İsrail də hiss eləyir. Düz İsrail bu tərəfdən İrana arxa plandan xəbər yollayır ki, mənlik deyil Amerikada, amma o tərəfdən istəyir ki, Trumpı qızışdırsın ki, özü müəyyən qədər nəfəs alsın. Çünki vəziyyəti yaxşı deyil. Nə Livan müqavimətindən amanda deyil, nə Yəməndən. Yəmən dünən Amerika 2 dənə gəmi donanmasının gəmisini, döyüş gəmisini gətirdi. O İlat var idi. Yəmən oranı tətil eləmişdi, İlat limanını, ən böyük ticari limanını. Gətirib ora Yəmənlilər dünən tez intihar qayıqlarını, kamikazçiləri başladılar. Amerikanın gəmilərini çəkiblər, öz intiharçılarını çəkiblər belə. Belə indi bizim loru dilindən desək, Yəmənlərlə də axı. Bizim loru dilindən desək nə deyirlər? Deyirlər ki, nə yemimizdir, bunların yemidir. İsrail onu da bilir. Buradan İrana yalvarır, amma o tərəfdən Amerikanı qızışdırmaq istəyir. Jeffrey'ni də arada bir sanki Trump'ı yenə qurcalamaq istəyirlər. Amma çox, Mearsheimer dedi ki, çox ağır nəticələr olacaq Amerika üçün və məxsusən də Trump'ın öz hökuməti üçün. Daxildə belə. Düz. İnşallah ki, olar. 12 günlük savaşdan deyəndə belə bunu xatırladım. Xəbərlərdə yəqin ki, görmüsən, Avropa ölkələri uçuşlarını İsrailə dayandırıblar və bir həftədə bunu artırırlar bu son günlük vaxtlarda. Bunu iki halda baxmaq olar. Əksəriyyət buna baxanda deyirlər ki, Avropa təhlükə hiss edir ki, birdən Amerika İranı vursa, İran da İsraili vurar, onun qorxusundan uçuşlarını dayandırıb, amma həqiqət o deyil. Həqiqət odur ki, İsraildə hal-hazırda kimin gücü çatır, başını götürüb qaçır. Deyir ki, bura yaşanası yerdir. Uçuşları dayandırıblar və orada bir zindan düzəldiblər, bir həbsxana düzəldiblər. Xalqların çölə çıxmağa qoymurlar. Uçuşlarını dayandırmaqla, biletin bir qiymətini qaldırmaqla, sərhədləri bağlamaqla xalqın çölə çıxmağın qarşısını alıblar. Yəni, bu Avropa tərəfindən yox, İsrail tərəfindən dayandırılır ki, qaçışın qabağını alsın. Çünki qaçan da qayıtmır. Göstərib, öz tədqiqatları göstərir ki, son 2 ildə səfərlər, yəni o xarici olan səfərlərin 40%-i geri dönməyib. Yəni, məsəl üçün, biri olur, biri iş üçün gedir, qayıdır, biri ailəsin görüb qayıdır, 40%
rejimdən, yəni işğal olunmuş torpaqlardan çıxanlar artıq geri qayıtmayıblar. Bu da onu göstərir ki, elə bu təzyiqi saxlasa elə onlardan inşallah yaxın bir gələcəkdə heç nə qalmayacaq. Bəli, inşallah sözün həqiqi mənasında mən yenə də deyirəm, bütün təhlillər bizim və digərlərinin təhlilləri hərəsi özünə görə bir həqiqətlərdən xəbər verə bilər, amma mən elə xüsusən də biz məxsusən özümüz də proqrama əlavə söhbət eləyəndə də deyirik, gözümüz ali məqamlı rəhbərin sözündə olur həmişə. O sözü verib Allahın izni ilə ki, çox yaxındır. Və bunların son günlərdə əl-ayaq çalmalarının ən azı yarı faizi də elə tərəf bir kəs ölümünün yaxınlaşdığını hiss etdiyicə həqiqətən getmək istəmir. Məxsusən də ideologiyası Yahud ideologiyası olar. Evet. Allah Quranda nə qədər ayədə onlara deyir? 2 yoxa 450 yapışıblar dünyadan. Ona görə sən deyirsən, 40% qayıtmayıb. Onlar can və mal təminatı üçün gəlmişdi. Gördülər, yox, o İranlıların bir misalı var, kababı ilə gəlmişdilər, yox, uzun qulaq dağlamışlar. Çox şükür. Qeydin yoxsa burada da. Əziz izləyicilər, bu söhbətimiz də burada sona çatdı. Paylaşmaq və abunə olmağı unutmayın. Allah'a emanet. Allah'a emanet olun.